çox yüksək səviyyəli, siyasi cəhətdən məlumatlı və dolğun bir adam idi. Eyni zamanda onun çox gözəl nitqi var idi. Məsələn, ona görə Pişəvəri eləyə bilirdi ki, elə bir nitqi ilə demək cəmaatın qəlbini, ürəyini ələ alsınlar. Bu bir tərəf idi. İkinci tərəfdən Pişəvəri doğrudan da rəhbəridir. Siyasi hadisələri çox yaxşı bilirdi. Ona görə ki, Bakıda Ədalət Partiyasında olmuşdu. Sonra buradan getmişdi. Zada Cənubi Azərbaycanda nə diyor? Pəhləvi tərəfdə hökumət yaranmış deyə yadımdan çıxar. O hökumətin xarici vəziri olmuşdu. O xarici vəziri olan vaxtlarda çox siyasi məsələləri, İranın daxili məsələsini çox yaxşı bilirdi. Ona görə Pişəvəri mənə elə gəlir ki, əsli mənada rəhbəridir. Əsli mənada rəhbəridir. O rəhbərliyə gəlmişdi, yox, o rəhbər kimi gəlmişdi. Onu gətirməmişdilər ki, gəlsən rəhbər ol günə. O əslində elə rəhbər idi və o cürdə gəlmişdi rəhbərliyə və çox yaxşı da milli hökumətdə qanunlar çıxartırdı və yaxşı onun nitqləri var idi, yaxşı onun deməli məntiqi fikirləri var idi. Qavam Səltənə hökuməti ilə başqa İran zadı ilə danışanda onları məğlub eləyirdi öz nitqləri vasitəsilə. Onları məcbur eləyirdilər ki, zadələsin, amma onlar sonralarda gördüm ki, zaddan keçirdilər də, razılıq verdiklərinin üstündən keçirdilər. Onun yaxşı qələmi vardı Pişəvərinin. Pişəvəri çox yaxşı qələmi vardı. Onu deyim sənə ki, əvvələn mən radio komitətdə sədr müavini idim. O 46-cı ildə biraz Tehranla ki aramız sərinlədi, mübahisə başladı. Tehran radiosu bizə qarşı böhtanlar deyirdi. O vaxtları biz də onlara cavab verirdik. Belə vaxtların çoxunda Pişəvəri özü gəlirdi radio komitətə. Gəlirdi radio komitətə, bax, bir dənə əlində kağız zad yox. O dayanırdı mikrofonun qabağında, farsça deyirdi. Onları məhkum eləyirdi. Sonra oradan düşürdü, gedirdi. Gedirdi birbaş qəzet redaksiyasına. Azərbaycan qəzetinin redaksiyasına. Orada redaktorlar zatlardan bizim tanışlardan, o Xuşginabi, Fətih Xuşginabidən zatlar. Deyirdi ki, gəlir redaksiyada, girir mətbəyə. Mətbəədə deyir, əlin qoyur dalına, o tərəfə gedir, bu tərəfə gedir, deyirdi ki, yazın. Orada o vaxtları axı zatlar yox idi, ayrı maşınlar yox idi. Hurufçinlər özləri yığırdı. Hurufçinlər də çox zirəng hurufçinlərdir. Bu dediksən, onlar da yığırdılar. Bu dediksən, onlar da yığırdılar. Sonra deyir, gedirdi yuxarı ki, indi onun üzünü çıxardın, göndərin mənə baxım. Alırdı özünün dediyi nitqi İrana, Tehrana qarşıya. Sonra deyir, redaktə eləyirdi. Sabah Azərbaycan qəzetində Tehranı zad eləyən, ifşa eləyən bir məqalə çıxırdı. Belə bir çox, nə deyim, nadir adamıdır. Nitqi də nadir idi, yazıcısı da nadir. Özü bir danışırdı. Demək, onun ailəsi Bakıda idi də. Bakıda idi, sonra getdi. Mədinə onların ailəsi ilə yaxınıdırlar. Pişəvəri zada Mədinəyə Allahın qızı deyərdi və mənim qızım deyərdi. Buna görə bu Bakıda da onlara geyib gələrdi. Deyir ki, Pişəvərinin zatda Tehranda bir zindanda ki 12 il qalıb, zad olub. Bir dənə roman yazıb. Romanı necə yazıb Günəş? Qabaq zatda İranda aspirinlər varmış. Aspirinləri bu əl boyda kağaza bükülmüşlər. Balaca belə döyülmüş. Toz kiminimiş, tökülmüşlər oraya, bükülmüşlər. Bu arvadına tapşırırmış ki, mənə aspirinlər alın gətirin. Birdən bir 100 dənə aspirin aparırdılar. Deyir, onu tökürdüm zada tualetə, kağızları bükürdüm, iplə tikirdim dəftər kimi. Sonra necə eləyib? Bu demək, düşürdük deyir, bizi həyətə ki düşürdürdülər. Həyətdə deyir, bənövşə gülləri vardı. Bənövşənin yarpaqlarını yığırdım. Onların da zadı su çeyrinin rəngində olur.
Onlara deyir, sonra gəlirdim, otaqda sıxırdım, sularını çıxardırdım. Oyuna ruçka eləyirdim, qələm eləyirdim, o zatlara yazırmış. Yazıb, sonra göndərib evə, ondan sonra itmişdi. Sonra gözəl əl işləri vardı, rəssamlıq əl işi, onu Mədinə görmüşdü. Deyirdi ki, bir kənd mənzərəsi tikirmiş zindanda, tikirmiş ki, orada kəndçinin həyatını verib, kəndçi necə öküzlə yer sürür, arvadı ona yemək aparır, onların hamısını deyir, sadələyirdi. Çox nadir istedadı deyə mən, indi dillə demək olmur, mənim məqalələrimdə çatdı da bəzi yazmışam, amma onu cad eləmək üçün gərək bir roman yazasan ki, bu Pişəvərinin şəxsiyyəti meydana çıxsın. Çox nadir adamıdır. Pişəvərinin məcbur elədi. Sovet hökuməti, onun günahı Sovet hökumətində oldu. O milli hökumətin demək ki, məğlubiyyətinə məcbur elədilər, geri çəkdilər. Biz vuruşmadıq. Mən bir dəfə də zaten Mirzə İbrahimovun, ondan sonra Hüseyin Mehdinin zaten yanında Moskvaya gedirdik. Qatarda belə bir sual ortalığa çıxdı. Mən orada dedim, düzdür, Mirzə İbrahimovun xoşuna gəlmədi. O Mirzəfər Bagirovun adam idi. Dedim ki, biz razıydıq ki, cəbhədə ölək, Bakıya qalıb, qayıdıb bu cür məğlub vəziyyətdə Bakıda yaşamayaq. Qoymadılar, təşkil eləmədilər, dağıtdılar. Yoxsa fədailər vuruşacaqdı və inanın ki, heç İran qoşunları Qaflantıdan bu tərəfə keçə bilməyəcəkdi. Qaflantını bağlamışdılar. Amma Pişəvəri ki, məcbur elədilər, vəzirləri ilə, bir neçə vəziri ilə çıxdı, gəldi. Bakıya gələndən sonra millətin arasında panika yarandı. Panika başa çıxsında belə bir hayküy yarandı ki, bəs milli hökumət dağıldı, Pişəvəri. Mən dəfələrlə demişəm, orada konferansda da dedim və öyle konferansda onu deyəndən sonra yazılı surətdə istifa verdim ki, mən Azərbaycan Demokrat firqəsini bərqərar olmağını istəyirəm. Hizb-i Tudə İranın Azərbaycan şöbəsi, Azərbaycan Demokrat firqəsi, onu deyirəm, bizə zorla boğazımıza soxdular. Moskva soxdu. İndi Moskva öz dediklərini inkar eləyir. Biz özümüz müstəqil olmuşuq, müstəqil yaranmışuq, müstəqil dövlətimiz olub. Elə indi yenə müstəqilliyimizi elan eləyək də.